Laçın, Xocalı, Ağdərə və Xocavənd rayonlarında daha bir qrup şəxs özünə məşğulluq proqramı çərçivəsində kiçik ailə bizneslərini yaratmaq üçün aktivlər təqdim olunub. Dövlət Məşğulluq Agentliyindən verilən məlumata görə aktivlər hesabına onlar istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə ailə bizneslərini yaradıblar. İndiyə qədər böyük qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən 633-ü artıq öz kiçik ailə təsərrüfatlarını qurub. Məşğula 2 ay bundan qabaq müraciət etmişəm poloqrafiya üzrə. Çox sağ olsunlar. 2 ay ərzində imtahanlarımı verdim, dərslərimi keçdim. 2 ay ərzində avadanlıqlarımı gətirib təhvil verdilər. Bura köçən ilk ailələrdən biri də bizik. Laçına köç edəndən sonra salonda işləyirdim. Sonra artıq qərara gəldim ki, özüm öz işimi qurum. Bunun üçün məşğulluğa müraciət etdim. Məni kurslara cəlb elədilər. Kursları bitirdikdən sonra avadanlığımı evimizə qədər gətirib təhvil verdilər.